Işıq dirəkləri bastırılsa da artıq bir neçə aydır ki, burada baxın, ışıq dirəklərini görürsünüz. Yalnız maşın ışıqları da burada. Hər yer zülmət, qaranlıqdır. Bu qədər xərc çəkilib, işıq dirəkləri bastırılıb. Elə bax bu səbəbdən də bugün Sabirabad rayonuna səfər eləmişik və gördüyünüz kimi heç bir işıq dirəyində, işıq dirəkləri olsa da belə işıqlar yanmır. Hansı səbəbdən yanmır? Bunu vətəndaşlar da bilmir, deyə bilmirlər ki, hansı səbəbdən işıq yanmır. Və xahiş edirik aidiyyatı üzrə Azər İşıq, Azər Enerji, indi hansı baxırsa buna Azər İşığın rəhbərliyindən bu məsələ barədə öz tövsiyələrini, öz göstərişlərini versinlər ki, bax bu kəndlər bugün zülmətə qərq olub, qaranlıqdır. Bax bura Sabirabad rayonunun kəndləridir. Kəndləridir, bax. Mən çəkirəm, ancaq maşın işıqları düşür, baxın. Yəqin ki, aidiyyatı qurumlar buna bir aydınlıq gətirərlər.